Eşref Rüya serialının 47-ci bölüm fraqmanı yayımlandı. Amma bu dəfə göstərilən səhnələr adi bir tanıtımdan qat-qat fərqli hiss olundu. Sanki yaxınlaşan finalın bütün ağırlığı bir neçə dəqiqəlik videonun içinə yerləşdirilmişdi. Çünki artıq gizlədilən heç bir həqiqət yerində qalmır. İllərlə susturulan sirlər yavaş-yavaş ortaya çıxmağa başlayır. Və ilk dəfə bu qədər açıq hiss olunur ki, bu hekayədə artıq heç kimin gizlənə biləcəyi təhlükəsiz yer qalmayıb. Eşrefin söylədiyi o qısa cümlə belə insanın ürəyinə toxunur. Başımıza gəlməyən qalmadı, amma əsas məsələ budur. İnsan o səsi eşidən kimi anlayır ki, yaxınlaşan fəlakət hələ tam başlamayıb. Dostlar, hamınız xoş gəlmisiniz. Bugün birlikdə Eşref Rüya 47-ci bölüm fraqmanının bütün detalları haqqında danışacağıq. Amma əvvəlcədən deməliyəm ki, bu fraqman mənə digər bölümlərdən tamam fərqli hiss yaşatdı. Çünki uzun müddətdən sonra ilk dəfə bütün obrazların eyni anda çıxılmaz vəziyyətə sürükləndiyini görürük. Bir tərəfdə hisslərini gizlətməyə çalışan Eşref var, digər tərəfdə qorxularıyla təkbaşına mübarizə aparan Nisan və hamısının üzərində sakit şəkildə dolaşan böyük bir qaranlıq. İxtiyar artıq kölgələrin arxasında gizlənmir. Bu dəfə birbaşa oyunun mərkəzinə gəlir. Və məncə fraqmanın ən təsirli sözü bu idi. Böyük sevgilər böyük acılar gətirər. Bu cümlə sadəcə romantik bir söz deyil. Əslində Eşref ilə Nisanın bütün yolunu izah edir. Çünki onların hekayəsində heç nə asan olmadı. Bir-birlərinə yaxınlaşmaq istədilər, amma hər dəfə araya başqa mancələr girdi. Qorxular girdi, yalanlar girdi, xəyanətlər girdi və sonunda itkilər gəldi. Hər şey düzəlir deyə düşündükləri anda yeni bir savaş başladı. İndi isə final yaxınlaşarkən bütün hesablar eyni anda bağlanmağa başlayır. Bir düşünün. Eşref ölümün kənarından qayıtdı. Alovların içindən çıxdı. Qaçırıldı. Ən güvəndiyi insanların arasında belə tək qaldı. Amma buna baxmayaraq hələ də ayaqdadır. Məncə Eşrefi güclü edən əsas şey məhz budur. Nə qədər yaralansa da yenidən ayağa qalxmağı bacarır. Amma insanın ən böyük savaşı bəzən düşməni ilə deyil, öz içindəki qırılmış tərəfi ilə olur. İndi isə hamının ağlını qarışdıran məsələyə keçək. Kadir əslində nə edir? Çünki fraqmanda gördüyümüz səhnələr bir-birinə tam zid görünür. Bir səhnədə Eşrefi düşmənə təslim edən adamı izləyirik. Başqa səhnədə isə həmin adam Eşreflə birlikdə hərəkət edir. Məhz burada bütün balans pozulur. Doğrudan da xəyanət etdi? Yoxsa heç kimin görmədiyi başqa plan var? Məncə bu serialda heç bir addım təsadüfi deyil. Kadir bəlkə də hamıdan gizli daha böyük oyun qurur. Amma unudulmamalı bir həqiqət var. Bu hekayədə güvən artıq ən bahalı şeyə çevrilib. Bir səhv hər kəsin sonunu gətirə bilər. Və tam bu nöqtədə Celo məsələsi başlayır. Çünki indiyə qədər hamıya qorxu yaşadan adamın ilk dəfə geri çəkildiyini görürük. Bu dəfə rollar dəyişir. Qaçan tərəf artıq Celodur. Amma məncə əsl təhlükə hələ də ortadan qalxmayıb. Çünki həqiqi qaranlıq ixtiyarın içində gizlənir. Bu serialda sakit görünən obrazların həmişə ən ağır zərbəni vurduğunu gördük. İxtiyar illərlə başqalarını istifadə etdi. İndi isə özü birbaşa meydana çıxmağa hazırlaşır. Və bunu edərkən Eşrefin ən zəif nöqtəsini hədəf seçir. San, bir qadın düşünün. Yorğun, qırılmış, qorxmuş, amma yenə də ayaqda qalmağa çalışır. Üstəlik artıq yalnız özü üçün deyil, doğulacaq körpəsi üçün mübarizə aparır. İxtiyar bunu bildiyi üçün Nisanı bir koz kimi istifadə edir. Amma burada çox vacib bir məqam var. Eşref sevdiyi insan təhlükəyə düşəndə tamamilə dəyişir. Məntiqini itirir, yerinə yalnız qəzəb qalır. Və məncə 47-ci bölümün ən böyük qırılma anı məhz burada yaşanacaq. Çünki Eşref artıq qaydalarla hərəkət etməyəcək. Sevdiyi qadının təhlükədə olduğunu gördüyü anda hər şey dəyişəcək. Bir də o səhnə var. Eşrefin ixtiyarın qarşısına keçdiyi an, inanın mənə bir kəlmə belə danışılmasa səhnənin hissi anlaşılırdı. Çağatay Ulusoyun baxışları hər şeyi danışırdı. Qızı, yorğunluq, acı və tükənmişlik. Məncə serialı təsirli edən əsas səbəblərdən biri də budur. Biz sadəcə qarşıdurmaları izləmirik, obrazların daxilindəki savaşları da hiss edirik.
Nisan tərəfində isə vəziyyət daha da ağırlaşır. Çünki artıq etdiyi hər seçimin nəticəsini daşımağa başlayıb. Bir zamanlar sadəcə vəzifəsini yerinə yetirən biri idi. Sonra Eşrefin həyatına daxil oldu. Ona yaxınlaşdı. Yalan danışdı. Amma zaman keçdikcə həqiqətən bağlandı. Və hər şey həmin andan sonra dəyişdi. Çünki bəzi sevgilər insanı xilas etmir. Əksinə onu daha böyük savaşın içinə atır. İndi Nisan həm qorxularıyla, həm vicdanıyla, həm də yaxınlaşan təhlükə ilə mübarizə aparır. Və açıq danışmaq lazımdırsa serialın ən kövrək obrazlarından birinə çevrilib. Bir başqa vacib məsələ isə Çığdemdir. Məncə bir çox insan onun nə qədər önəmli obraz olduğunu hələ tamamlamayıb. Çünki Çığdem sadəcə adi bir obraz değildi. O bütün gizli sirlərin ortasında idi. Keçmişdə yaşanan hadisələr, çirkli əlaqələr, susturulan həqiqətlər, hamısının yolu bir şəkildə ona çıxırdı. İndi əgər həqiqətən öldüsə bəzi sirlər sonsuza qədər gizli qala bilər. Amma əgər yaşayırsa, o zaman bütün balans yenidən dəyişə bilər. Çünki bəzən bir insanın bildikləri belə böyük sistemləri dağıtmağa kifayət edir. Bir də balıqçı məsələsi var. Hamı onu arxa planda görür, amma məncə vəziyyət fərqlidir. Çünki final yaxınlaşdıqca hər kəs tərəf seçmək məcburiyyətində qalacaq. Balıqçı doğrudan da Nisanın yanında olacaq, yoxsa öz maraqları üçün hamını yarı yolda qoyacaq? Məncə burada bizi çox böyük ters köşə gözləyir. Və sizə açıq deyim, mən finaldan əvvəl böyük itki yaşanacağını hiss edirəm. Çünki bu qədər yüksələn gərginlik adətən ağır vida deməkdir. Bəlkə Celo gedəcək, bəlkə başqa biri. Amma dəqiq olan bir şey var ki, bu hekayədə artıq bir dövr sona yaxınlaşır. İndi isə işin emosional tərəfinə baxaq. Bilirsiniz, Eşref Rüya niyə bu qədər təsirli oldu? Çünki insanlar bu hekayədə özlərindən parçalar tapdı. Eşrefin tənhalığında, Nisanın qorxularında, yarımçıq qalan ümidlərdə, hər kəs öz həyatından iz gördü. Bu səbəbdən serial sadəcə aksiyon səhnələri ilə yadda qalmadı. İnsanlar obrazlarla bağ qurdu. Hər həftə ekran qarşısına keçdik, çünki artıq onların hekayəsi həyatımızın bir hissəsinə çevrilmişdi. Bəzi səhnələrdə sevindik, bəzilərində əsəbiləşdik, bəzilərində isə həqiqətən içimiz ağrıdı. Və indi final yaxınlaşarkən insanın ağlında yalnız bir sual qalır. Bu hekayə necə bitəcək? Eşref sonunda rahatlıq tapa biləcəkmi? Nisan sağ qalacaqmı? Körpə xilas olacaqmı? İxtiyar etdiklərinin cəzasını çəkəcəkmi? Yoxsa bu hekayə xoşbəxt son göstərmədən bitəcək? Mənim hiss etdiyim budur. 47-ci bölüm sadəcə yeni bölüm olmayacaq. Bu bölüm bütün obrazların taleyini dəyişəcək. Çünki artıq hər kəs son addımını atmağa hazırlaşır. Və bu savaş bitəndə heç kimin həyatı əvvəlki kimi olmayacaq. İndi siz də fikirlərinizi rəylərdə yazın. Kadir doğrudan da xəyanətkardır? Celo'nun hekayəsi burada bitəcək? İxtiyarı kim dayandıracaq? Və ən önəmlisi, Eşref ilə Nisan bütün bu qaranlığın içindən birlikdə çıxa biləcəklərmi? Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çünki finala qədər bütün detalları birlikdə danışmağa davam edəcəyik. Və sonda bunu demək istəyirəm. Bəzi hekayələr sadəcə izlənilmir. İnsanın içində yaşayır. Eşref Rüya da məhz belə bir hekayəyə çevrildi.